İzləyicilər bir daha salamlayırıq. Bu gün də hər zamandakı kimi qanı ilə tarix yazan vətəni uğrunda canından keçən şəhid ocaqlarını ziyarət etdikdə bu gün də qəhrəman şəhidimiz, evin yeganə övladı olan Abiyev İlkin İslamoğlu'nun ocağında. 44 gün vətən müharibəsinin Biləsuvar rayonunun ilk şəhididir. Mən bir sözlə deyim ki, bu günləri müəyyən səbəblərdən həqiqətən real deyim, maşının içəridə olmağına baxmayaraq Bəhruza təşəkkür edirəm ki, bu günləri Bəhruz məni öz avtomobilinlə şəhid evlərinə gəlməyə dəstəkdir, var olsun deyirəm. Vallahi mənə kimlər dəstək olursa bu avtomobilinlə şəhid evlərinə getməyə biraz çətinlik çəkirəm, çünki ona görə maşının olmamağında. Və bu sayda mənə dəstək olanlara təşəkkür edirəm, var olsunlar. Biz hansı vəziyyətdə də olsaq, yenə də şəhidin ocağını ziyarət edəcəyik, yaddan çıxartmayacaq. Və bu günləri olduğumuz ocaq həqiqətən 44 gün vətən müharibəsində Azərbaycanın torpaqları 30 il işğal altında olmağına baxmayaraq, evin tək oğlu olsa da belə, təki vətən sağ olsun deyən İlkin qardaşımız canından keçdi, təki vətən sağ olsun dedi. Elə istərdim ki, İlkin gilin ocağında sözü Bəhruz müəllimdən götürək. Buyur. Əslində biz qeyd elədim, ən boş vaxtımızda belə özümüzü çalışır şəhid evlərinə çatdıraq. Həm mənəvi qida alırıq, həm də rahatlanırıq. Ki şəhidin qapısında olub, onun bir stəkan çayını içmək çox böyük dəyərdir. Həm valideyn olaraq rahat olur, həm biz özümüz rahat oluruq, rahat hesab edirik özümüz. Dəfələrlə olmuşuq. İslam qardaşımız özü ziyalı müəllimdir. Ziyalı ailəsində böyüyən övlad həmişə vətənpərvər olur. Həmişə dövlətin, vətənin, elisin, obasını istəyən övlad olur. Və bu günləri İlkin balamızın, İlkin qardaşımızın otağındayıq, İlkin balamızın ocağındayıq. Nə qədər danışsaq, nə qədər söz söyləsək, sadəcə onu yaşamaq lazımdır ki, o insanların yanında olarkən onların hansı hissin keçirdiyi özün şahid olasan, gözlə görəsən, şahid eləyəsən. Allah şəhidlərimizə rəhmət eləsin. Vallahi bundan sonra nə qədər şəhid evlərini ziyarət eləsək öz yerində, amma əməlimizlə onu göstərməliyik. Şəhid valideyninin yanında, şəhidin yanında olmaq nə deməkdir? Dövlətimiz var olsun, Müzəffər Ali Başkomandanımız var olsun. Dövlətimiz şəhidin, qazinin, ümumiyyətlə müharibə təbəqəsinin, insanların hər birinin yanındadır. Amma biz nə etməliyik? İnsan olaraq, vətəndaş olaraq mövqeyimiz nə olmalıdır? Belə deyək, işimiz hansı işdən ibarət olmalıdır? Fərqi yoxdur, vəzifədə olasan, ya qeyri-vəzifədə olasan, hər hansı bir vəzifə daşıyıcı olasan. Ən böyük daşıyıcı insani daşıyıcıdır və vətəndaşlıq mövqeyi göstərməkdir. Və biz də şəhid evləri olduğu kimi bu İslam qardaşımızın yeni evindəyik. Artıq bu evlər bizə doğmadır. Bəlkə öz evimizdən də doğmadır. Yenə deyirəm, onun səbəblərindən ən böyücü qəhrəman şəhidlərimizin ruhunun hörmətə layiq olmasıdır. Bu gün İlkin və İlkinin şəxsində nə qədər şəhidimiz var, istər Biləsuvar olsun, istər regionlar olsun, istər Respublikada nə qədər şəhidimiz var. Onların məramları, məqamları ucadır. O məqamı yaşadan o övladlar, qəhrəmanlar özləridir. Onları dünyaya gətirən valideynlərdir. Mən yenə deyirəm, mən həmişə deyirəm, şəhid valideynlərə yaxşıda gəzirəm. Onların içində keçirən hissi onlardan başqa heç kim bilmir. İslam, Allah sənə can sağlığı versin. Allahın nəzəri sənin, bacımın üzündə, ailənin üstündə olsun inşallah. Sənin şəxsində nə qədər valideynlərimiz var, onların üstündə olsun. Qazilərimizin üstündə olsun. Müharibə təbəqəsinin üstündə olsun. Allah xoş günlərin, şahidliyin qismət eləsin inşallah sənə, ailəyə. Allah qorusun səni. Amin. Təşəkkür, var olasan deyirəm. Əlbəttə, bu gün bir söz bayaq deyildi, deyir ki, Azər də dedi ki, biz nə qədər də gəlsək, nə qədər də desək sənin övladın yerin verə bilməsək də bir təsəlli kimi sizin ocaqda olmağı özümüzə borc bilirik ki, ən azından hiss eləyəsiniz ki, biz də sizlərin yanındayıq. Bəli, bu günləri qəhrəman atasan, tək oğlun olmağına baxmayaraq vətən uğrunda qurban verib. Bu gün də elə bir atasan ki, Bəhruz, bu elə İslam kişi elə bir atadır ki, xəstələr, imkansızları olanda dəstək olmağa hər şeydən özünə qabaq bilir. Var olsun, təşəkkür edirik. İslam dayı, bugün ocağınızda olaraq sizdən də söz götürmək özümüzə borc veririk. İstəyirik bir qəhrəman atası kimi siz də bir iki kəlmə deyirsiniz. Buyur. Allah köməyiniz olsun. İlk növbədə sən zəhmətkeş şəhid ailələrinin üstündə sənin zəhmətin çoxdur. Borcum. Allah səni var eləsin. Allah sənə
güc versin, qüvvət versin ki, elə axıracan da bizim yanımızdasan, bizim yanımızda da qalarsan. İnşallah. İnşallah elə davam elətdirmək. Çox sağ ol, var olun. İndi piyada da olsun, maşının hardasa olsa da inşallah o da düzələr. Yəni İnşallah. ki, Allahın köməkliyi ilə elə olarsa. Allah sizi var eləsin. Bərli qardaşımız da elə bizim ailənin bir üzüdür. Sən də bizim ailənin bir üzüdürsən. İstədiyiniz vaxt qapımız açıqdır, otağımızı tanıyırsınız, yolunu tanıyırsınız. Var olun. Evdə oldu, olmadı, o gəlib ziyarət edirsiniz, vaxtınızı Var ayırırsınız. olun. Çox böyük əziyyətdir. İndiki vaxtda Allah hər an Heç bir işini əziyyət gücünü yoxdur. övlad vaxtında gəlib bizi yad edirsiniz. Sağ olun, var olun. Bugün də öz minnətdarlığımı bildirirəm. Allah sizə kömək olsun, işlərinizdə, güclərinizdə. Allah həmişə xeyir işlər qismət eləsin. Allah sizə kömək olsun. Əlimizdən bir gəlir, Allah sizə var eləsin. Var olasan. İslam dayı bir söz işlətdin ki, yəni bizlərin yanında. O içdən gəlirsə, əgər həqiqətən Bəhruz bir qar yağdı, axırıncı qar. Elə bir qar yağdı, o şəhid Eldarın oğlunun Amidin mövlud günü idi. And olsun Allah maşınımın qabağı qırıldı da. Və getdim qarda keçə bilmədim. Ancaq mən bir getməsi Sarxan qardaşımız var, Varata ustası. Təşəkkürümüzü bildiririk. Məni vasitəçilik elədi, apardı. Yəni insanın içindən gəlirsə, nə çətinliklərdə rastlaşsa, o iç gəlirsə gedəcəksən. Və bu gün mənim maşınım olmasa da belə, müəyyən səbəblərdən içəridə olsa da belə, yenə də mənim içimdə özüm ki içəridə deyiləm. Hansı səbəblərlə də olsa, nə niyyətlə də olsa, belə hansı vasitə ilə də olsa yenə də gedəcəm. Bax bu gün Bəhruz'a təşəkkürümü ona görə bildirirəm. Var olsun ki, mənim bu günləri şəhidin ocağına piyada qoymadı gəlməyə. Elə bir yerdə gəldik. Dünənləri bax, tuğa gedirdim, Eldar təşəkkürümü bildirirəm, o apardı tuğa. Kimlər dəstək olur, kimlər yaxşı əməllərinlə bu gün nümunəvi qəhrəmanlıq eləyirsə, Allah canını sağ eləsin. Bizim içimizdə həmişə yaxşı, həmişə Allaha xatir, hər zaman biz bəzilər kimi şablon danışmırıq. Bəzilər kimi dilimizdə nitqimiz güclü olub, başımıza bir adam yox, xəstələrdən istifadə etmirik. Sadəcə biz Allaha xatir edirik. Bu günlərdə şəhidi sevirəksə, ən gözəl iş odur ki, Bəhruz. Təmənnasız işdir, pul qazanma yoxdur. Pul qazanma yoxdur. Duxları var, o özlərinə xeyirxah deyən insanlar, biri gəlsin şəhidin evini ziyarət eləsin. Bir söz demişlər sənə, sözün... Buyur, buyur. Bu günləri sosial şəbəkələr